Müqəddəs kitaba tam uyğun olan həqiqətlər var ki, mən bunları təbliğ edirəm, indi təbliğ edirəm. Amma əvvəllər bunları bilmirdim. Mən bunları Luka 10 məktəbimizdə, Meksikadakı məktəbimizdə öyrədirəm və tələbələr bunu sevirlər. Onlar deyirlər, bu çox doğrudur. Bunu bütün müqəddəs kitabda görürəm. Padşahlığın müjdəsi, həqiqi müjdə təbliğ ediləcək. Həqiqi müjdə imanlılar cəmiyyətinə qaytarılacaq. Biz imanlılar cəmiyyətinin islahatını görəcəyik. Əsas məsələ adamları imana gətirmək deyil, şagird hazırlamaqdır. Güclü şagirdlər hazırlamaqdır. Xəstələrə şəfa verən, cinləri qovan, müqəddəs ruhla idarə olunan şagirdlər. Biz çoxlu möcüzələr görürük, amma əsas təməlimiz düzgün olmalıdır. Xəstələrə şəfa verməyi və cinləri qovmağı bacarmaq kifayət deyil. Bunu illər boyu eləmişəm. Lakin həbsdə olanda kifayət qədər güclü deyildim. Təməl möhkəm olmalıdır. Daha dərinə getməliyik.